Fariz İsazadə Sadiqoğlu, bir ayın əskəri, ailəsindən 2500 manat pul istəyiblər güya yaxşı yerə saldırmaq üçün. Verilməyibdi. Döyülərək öldürülübdü. Ailəsi yazıb fəryad eləyir. Mayın 10-u and içməsi olub, onu günü axşamda aparıblar Qubaya. Onu axşamı biz danışmışıq ondan. Düşünürdük ki, həmən axşam onu Qubada döyüblər. Çünki uşağın meyit yarılanda da daxili qanaxma var idi meyitdə. Və sonradan belə əlaqələrlə öyrəndi ki, bəs uşaq Montindəki hərbi hissədə döyülüb. Pul səbəbli bu 2500 istəyirdilər. Bu səbəbləmi döyülüb, yoxsa bilmirik də, hal-hazırda uşağın döyülmə səbəbi bizə də məlum deyil. Amma bir onu bilirik ki, ekspertiza olsun, ümumiyyətlə daxili qoşunların özü olsun. Bu məsələnin üstünü öz-basır eləmək istəyirlər və biz bunu həqiqətən də bilirik və bu bizə o qədər təsir edir ki, övladını itirirsən və onu öz-basır eləməyə çalışırlar. Keçən ay aprel ayında əskərliyə getmişdi. Bu ay may ayının 11-də qətlə yetirilib. Ölümün üstünü ört-basdır etmək istəyirlər ki, güya uşaq xəstə imiş. Hərbi prokuror Xanlar Vəliyev getdi. Bəhruz Əhmədovu gətirdilər. Aha, Bəhruz Əhmədov özünü təsdiq eləmək üçün fürsətdir. Əskərin ölümünün üstünü niyə ört-basdır edirsiniz? Üstündən 2 həftə keçib. Amma cinayət işi də açmayıblar. Məsələ mənim diqqətimdədir. Bununla bağlı Azad Sözün YouTube kanalında da geniş video olacaq. Orada da baxarsınız. YouTube'da Azad Sözə abunə deyilsinizsə, xahiş edirəm ki, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız və xalqın inildəyən səsini buradan eşidəsiniz.